Salam, hər vaxtınız xeyir. Düz xətlər aylı 21-ci suala baxırıq. Şərtdə deyilir, üçbucağın tərəflərinin orta nöqtələri verilib, onun tərəflərinin tənliyini yazın. İxtiyari üçbucaqdır. Biz bu üçbucağa ABC üçbucağı dedik və tərəflərinin orta nöqtələri M1, M2, M3 bizə verilib. Bilirik ki, üçbucağın ixtiyari iki tərəfinin orta nöqtələrini birləşdirsək, üçüncü tərəfə paralel olur. Yəni, M1, M3 parçası BC parçasına paraleldir. Paralel düz xətlərində bucaq əmsalları bir-birinə bərabərdir. Yəni, M1, M3 nöqtələrindən keçən düz xətin bucaq əmsalını tapıb, BC tərəfinin tənliyini yazmaqda istifadə edə bilərik. Çünki bunların bucaq əmsalları dediyimiz kimi bərabərdir. Həmçinin M2, M3 paralel olacaq AB-yə, M1, M2 də paralel olacaq AC-yə. Düz xəttin iki nöqtəsi məlumdursa, tutaq ki, M nöqtəsi olsun, AB, A1, B1, N nöqtəsi olsun, A2, B2. Bu düz xəttin iki nöqtəsi məlumdursa, onda bu düz xəttin bucaq əmsalı K bərabərdir. B2 çıx B1 böl A2 çıx A1. Onda biz M1, M3 nöqtələrindən keçən düz xəttin bucaq əmsalını tapa bilərik. Bu düz xəttə bir L1 deyək. L1. L1 düz xəttinin bucaq əmsalını tapaq. K bərabərdir. K deyək L1 düz xəttinin bucaq əmsalını. Ordinatlarını tərqib 5 çıxılsın 3 bölünsün 4 çıxılsın 2 bərabərdir 1-ə. L1 düz xəttinin, yəni M1 və M3 nöqtələrindən keçən düz xəttin bucaq əmsalını tapdıq. K bərabərdir 1. Onda BC tərəfinin, yəni B və C nöqtələrindən keçən düz xəttin bucaq əmsalı da K bərabərdir 1 olacaq. Çünki M1, M3 parçası BC parçasına paraleldir. Və BC tərəfinin keçdiyi M2, -1, 2 nöqtəsi var. M2 nöqtəsindən keçir. Biz düz xəttin bucaq əmsalı tənliyini yaza bilərik. Düz xəttin bucaq əmsalı tənliyi bu şəkildədir. Y0 bərabərdir. K vur, X çıx, X0. Burada X0 -1, Y0 isə 2-dir. Gəlin tənliyi yazaq. BC tərəfinin tənliyini yazaq. Y çıx, Y0. Y0 -1 çıx -1 bərabərdir. K-nı da 1 tapdıq. 1 vurulsun. X çıx. X0 2 idi. Y üstə gəl 1 bərabərdir. X çıxılsın 2. Y ilə bərabərdir. X çıx 3. BC tərəfinin tənliyini tapdıq. BC tərəfinin tənliyini tapdıq. Y bərabərdir X çıx 3 şəklində. İndi AB tərəfinin tənliyini yazmağa çalışaq. AB tərəfinin tənliyini yazmaq üçün AB tərəfinin bucaq əmsalını bilməliyik. Bunun üçün M2 və M3 nöqtələrindən istifadə edərək AB tərəfinin bucaq əmsalını taparıq. Buna K1 deyək. K1 bərabərdir 5 çıx 2 M3-ün ordinatından M2-nin ordinatının və həmçinin absislərini çıxacaq. 5 çıx 2 bölünsün 4 çıx -1 5 bərabərdir 3 böl 5. Buna L2 desəm, yəni M2 və M3 nöqtələrindən keçən düz xətti L2 desəm, L2 düz xətti AB tərəfinə paraleldir. Odur ki, AB tərəfinin də bucaq əmsalı 5-3-ə bərabər olacaq. Və AB tərəfi M1 nöqtəsindən keçir. M1 nöqtəsindən keçir. Düz xəttin bucaq əmsalı tənliyini yaza bilərik. A, B düz xəttinin tənliyi
y çıx y0 bərabərdir k1 vur x çıx x0. Burada x0 2, y0 3 olacaq. Y çıxılsın, y0 3 bərabərdir. K1-i 5-də 3 tapdıq. 5-də 3 vurulsun. X çıxılsın. X0-da 2. Y bərabərdir. 5-də 3 x çıx 6 böl 5 üzərinə gəl 3. Y bərabərdir. 5'te 3 x çıxılsın. 15 çıxılsın 6. 9 böl 5. 3 5'in 15 çıx 6 9 düz tapdıq. A, B tərəfinin tənliyi də bu şəkildə olacaq. Qaldı AC tərəfinin tənliyi. AC tərəfinin tənliyini yazmaq üçün də biz M1 və M2 nöqtələrindən istifadə edəcəyik. Bu düz xətti L3 deyək. L3 düz xəttinin bucaq əmsalı. L3 düz xəttinin bucaq əmsalını tapaq. Onun üçün M1 və M2 nöqtələrindən istifadə edəcəyik. K bərabərdir. Buna K2 deyək. K2 bərabərdir. 3 çıxılsın 2. Çıx 2 bölünsün. 2 çıx -1. 2 çıx -1 olacaq. 2 üstə gəl 1. 1 böl 3. L3 düz xəttinin bucaq əmsalı 3'də 1'dir. L3 düz xətti AC tərəfinə paralel olduğundan AC tərəfinin də bucaq əmsalı 3'də 1 olacaq. Və AC tərəfi M3 4-5 nöqtəsindən keçir. Yenə də AC tərəfinin bucaq əmsalı tənliyini yazaq. Y çıx y0 bərabərdir K 2 x çıx x0. Burada x0 4, y0 5 olacaq. Y çıx y0 5 bərabərdir. Bucaq əmsalını tapdıq. 3'də 1 vurulsun. X çıx x0 4. Sadələşdirək bunu. Y bərabərdir. 3'də 1 x çıx 3'də 4 üzərinə gəl 5. Y də bərabərdir. 15 çıx 4. 3'də 1 x 15 çıx 4 edəcək. 11 böl 3. AC tərəfinin də tənliyini yazdıq. Y bərabərdir 3'də 1 x üstə gəl 3'də 11. AB tərəfində tənliyini yazdıq. Burada müsbət olacaq. 5'də 3 x üstə gəl 5'də 9. AB tərəfinin tənliyi və BC tərəfində tənliyini yazdıq.